Bismillahirrahmanirrahim. Məzarların, qəbirlərin üzərinin tikilməsi, hündür sinə daşları, baş daşları, qara mərmər, ağ mərmər və s. bunların qoyulması dinimizə görə düzgündürmü? İslam dini nə deyir bu barədə? Əfsuslar olsun ki, bu xüsusda ölkəmizdə vəziyyət heç də ürəkaçan deyil. İnsanlar bu mövzunu rəqabət predmetinə çeviriblər. Ölüsü ölən borca xərcə düşərək başlayır məzarının üzərində bahalı daş qoydurmağa və başqaları ilə bəhs etməyə. Filankəsin daşından olsun, ondan biraz hündür olsun, sinə daşı 3 mərtəbəli olsun, 5 mərtəbəli olsun, şəkili rəngli olsun. Bəziləri bununla da kifayətlənməyib məzarın üzərinə talvar tikdirir. Bircə o qalıb ki, kondisioner və isti döşəmə də qoyulsun məzara. Axı bütün bu israfçılıqlar nəyə lazımdır? Özü də bəzən görürsən ki, bütün bunları elə adamlar edir ki, heç sağlığında ölüsünə bir hörmət qoymayıb. İndi ən bahalı qara mərmər qoydurur. Məqsəd özünü cəmaata göstərmək, başqaları ilə bəhs etmək, rəqabət aparmaq olur. Bu dünyada loğalanıb bəhs etməyi bəs eləmir. Öləndən sonra da haradakı insan gedib axirətini xatırlamalıdır, oranı da şan-şöhrət vasitəsinə çeviriblər. Halbuki, dinimiz bütün bu əməlləri qadağan edir. İsrafçılıq etmək Quran-ı Kərimdə qadağan olunmuş bir əməldir. Kimsə düşünürsə ki, belə bir işlə öz yaxınına yaxşılıq edir, o yanılır. Peyğəmbər sallallahu aleyhi və səlləm məzarın üzərinin tikilməsini, məzarın yüksəldilməsini qadağan eləyib. Möminlərin əmiri İmam Əli bin Əbu Talib radiyallahu anhu Əbu Həyyac əl-Əsədiyə belə demişdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin mənə buyurduğu bir şeyi sənə deyimmi? O, mənə belə demişdi. Harada yüksək bir qəbir görsən, onu yerlə bir səviyyəyə gətir. Yerdən torpaqla azacıq bir qarış hündür olsa, kifayət edir. O da ondan ötürü ki, onun üzərinə çıxılmasın, tapdalanmasın, bilinsin ki, burada məzar var. Dinimizin buyurduğu budur. Yoxsa borc xərclə, elə kreditə bankdan pul götür, bahalı daş düzəltdir ki, cəmaat nə deyər? Bütün bunlar dinimizə görə qadağan olunmuş əməllərdir, israfçılıqdır. Əfsuslar olsun ki, dinimizə riayət edənlər olduqca azdır. İnsanlar loğalığı dinimizdən üstün tutur. Bütün bu əməllərdən uzaq olmaq lazımdır. Kiməsə hörmətini və ehtiramını bildirmək istəyirsənsə, sağlığında elə. Atana, anana öləndən sonra 5-10 min manatlıq daş qoydurmaqdansa, onlar sağ ikən 5-10 min manatlıq yaxşılıq elə, onlara hədiyyələr al. Bu zaman sən savab qazanmış olarsan. Öləndən sonra isə bunun nə sənə bir faydası olacaq, nə də ki onlara. Uca Allahdan diləyirəm ki, millətimizə və xalqımıza hidayət versin, bizləri əcdadlarımızın yoluna qaytarsın. Şübhəsiz ki, o hər şeyə qadirdir.